Salam değerli izleyicilerim. Mən Əksad Eşən Usta yenə sizinləyəm. Gördüğünüz kimi bu qara Hyundai Accent 2003-cü ildir. Bunu belə deyək, opşi üzdən rəngləyəcəm. Opşi yox, üzdən rəngləyəcəm daha doğrusu. Çünki belə deyək, maşında belə müəmmalı görürsünüzsə, bilmirəm ne olub burada və belə deyək, bütün hər yer gördüğünüz kimi şkurkanın izləridir və lak başlayıb bozarmağa burada. Bəzi yerlərdə bozarmağa başlayıb və maşını kapotunu dəyərli izləyicilərə göstərəcəm. Görürsünüz kapot nə vəziyyətdədir və burada da qumlama yəni oldu. Qumlama yəni bunu təmizləyəmədi. Mən bana indi belə deyək, şkurkalayıb tam dəmrə çıxardacağım kapotu. Görürsünüzsə kapotda belə bir şeyler var. Şpaklyovka atıb və bu tərəfdə də dəyərli izləyicilər qapını görürsünüz. Qapı nə vəziyyətdədir? Qabaq qapı və arxa qapı da görürsünüz. Saatsa göstərəcəm. Arxa qapı nə vəziyyətdədir? Düzdür, aşağıları salamatdır, amma üst hissəsi görürsünüz. Yəni çox belə bərbad bir vəziyyətdədir. Bu hissələrə, işıq düşən yerlərə nəzər eləsəniz görəcəksiniz. Maşında qapılarda yəni qırışlar var. Arxa kırla vroziya yaxşıdır. Arxa kırla işləyəcək. Bu tərəfdən damda görürsünüzsə, damda yəni belə şeylər var. Hər yerdədir. Qabaq kırla normaldır. Qabaq kırlada bir qüsur yoxdur. Yüngül bir-iki yerdə batığı var. Və qabaq sol kırla görürsünüzsə belə çartdaqlar var. Yəni kraska burada başlayıb, lak başlayıb çartlamağa, şpaklyovka başlayıb çartlamağa və arxa qapını mən də bu saat sizə göstərirəm. Arxa qapıya işıq düşən yerə nəzər eləsəniz görəcəksiniz. Arxa qapı əməlli başlı belə deyək, qırış-qırışdır. Hər yerdə yəni qırışlar var. Qabaq qapıda da dəyərli izləyicilər görürsünüzsə hər yerdə var, amma ətəkləri isə salamatdır arxa qapıdan başqa. Arxa qapıda da qırışlar var. Burada yəqin ki bura yüngül toxunub. Bu hissələr yəni düz gəlmir. Görürsünüzsə bu hissələr də düz gəlir və burada isə açılır. Stop. Təzədən yenə yığılır. Zamaskoy razmerə gəlir. Amma əks tərəfdə isə hər şey əla bir vəziyyətdədir. Heç bir qüsur yoxdur. Bagajın üstü vrozi normaldır. Hər şey qaydasındadır. Mən başlamışam rəndələməyə. Bəzi yerlər ki var. Zavaskoy grunt çıxır. Bəzi yerlərdə şpaklyovka var. Yəqin ki bu şpaklyovkanı da mən belə düşünürəm ki qapı açansa bağlanıb buradan müdaxilə ediblər. Ona görə buralar cızılıb və şpaklyovka vurublar. Nə iş görülür bilinmir. Krışka təzədir. Bu kırlada da ki dəyərli izləyicilər mən sizə göstərmişdim. Bu hissələrdə yüngül şişlər ki var. Mən də onları rəndələyəndən sonra bildirəcəm. Orada şpaklyovka var yoxsa yoxdur. Bu ferlərdəki görürsünüz. Bu ferlərdə də qırışlar var. İnşallah mən bunları belə deyək hamısını bərpa edəcəm. Maşını əvvəlki belə deyək qaydasına gətirəcəm. Yəni Zavaskoy qaydasına gətirəcəm. Belə dəyərli izləyicilər maşını gördünüz nə gündədir. Bu da kapot. Belə bir vəziyyətdədir. Maşın tam qutarandan sonra belə deyim əməli başlı yəni ki şpaklyovka işi zadı qutarandan sonra mən buna axırda sizə çəkib göstərəcəm. Çünki burada dəyərli izləyicilər yüngül uç hissəsində toxunma olub ki, yəni bunu da dəmirçi sağ olsun. Yəni mən üçün çıxardıb, düzəldib. Burada ümumiyyətlə figura yox idi. Düppədüz idi. Bura əzilmişdi. Çıxarda da bilməmişlər dəyərli izləyicilər. Ona görə də bunu mən sizə axırda çəkib göstərəcəm. Bu tərəfdə görürsünüzsə necədirsə, o tərəfi də eləsinlər çıxardacağam. İşləyəcəm, düzəldəcəm və
Bunu sizə ətraflı olaraq axırda çəkib sizə göstərəcəm dəyərli izləyicilər. Qabaq qapıda da gözümə dəydi. Görürsünüzsə bu hissədə yüngül bir batıq var. İnşallah dəyərli izləyicilər, şpakulyovka işi qutarandan sonra, yəni grunt vurulandan sonra bunu mən sizə ətraflı olaraq yenə çəkib göstərəcəm. Əlbəttə ki, şpakulyovka vurmamışdan qabaq kapotu mütləq çəkib sizə göstərəcəm. Hər əski yerlər harda yəni təmizləyəcəmsə, oraları çəkib sizə etap-etap göstərəcəm. Dəyərli izləyicilər, mən təmizləmişəm. Bunu indi belə deyək, aparatla da gedəcəm, yəni tərtəmiz edəcəm və başlayacağım şpakulyovka çəkməyə. Düzdür, əziklər zadları var, amma müəyyən yerlər ki var idi, mən onları döymüşəm, xırda istəyən yerlər və belə deyək, bu hissələr təmizləndi və gördüyünüz kimi bütün hamısını belə deyək, rəndələmişəm. Bu hissədə də belə deyək, şpakulyovka çəkilmişdi. İndi bu hissələrdə rəndəliyib və şpakulyovkaya davam edəcəm. Əks tərəfdə isə dəyərli izləyicilər, əks tərəfdə bu hissəni təmizləmişəm. Gördüyünüz kimi tərtəmizdir. Bir dənə qapım qalıb. Bunu da təmizləyəndən sonra başlayacağım şpakulyovka çəkməyə. Burada da görürsünüzsə yüngül az bir miqdarda istəyir. Belə dəyərli izləyicilər, inşallah bunları şpakulyovka çəkəndən sonra da ətraflı olaraq çəkib sizə göstərəcəm. Dəyərli izləyicilər, kapot yonuldu. Belə deyək, otuda yondum kapotu. Təzdən, yəni şpakulyovka çəkdim, təmiz dəmirə çıxartmışdım. Bu hissəyə qədər, yəni şpakulyovkalı idi. Mən də ona təmiz dəmirə çıxartdım. Damda müəyyən batıqlar ki var idi, onları işləmişəm və belə deyək, kırlanı da ki məndən qabaq görürsünüz, işləyiblər. Yəni mən sadəcə olaraq bu hissələrində və bu hissələrdə iş görmüşəm. Qapıların 4'ünü də açıb yerdə rəndəliyib qoymuşam üstünə. Kırlanı da işləmişəm. Bu hissədə də var və belə deyək, bu hissəni mən sizə göstərəcəm axırda. Çünki bu hissə belə deyək, yüngül zədə var idi. Ona görə də mən onu düzəltmişəm və dəmirçi də düzəldib. Bu hissədə də dəyərli izləyicilər, gördüyünüz kimi obşe rəndələmişəm. Harda nə istəyib şpakulyovkanı çəkmişəm. Belə dəyərli izləyicilər, inşallah mən bunu etap-etap çəkib sizə göstərəcəm. Bu hissədə də görürsünüzsə, bu hissə yaman gündə idi, bərbad bir vəziyyətdə idi. Mən buna obşe qumlatdırmışam və indi şkurkalayacam, başlayacam belə deyək, quruntunu vurmağa. Bu hissə görürsünüzsə salamatdır. Amma bu hissə ilə zədə var idi. Bu düzəlib, yəni bu zavaskoy halına gəlib. Və bu bamperlərdə də ki hər şey qaydasındadır. Bamperlərdə elə bir ciddi bir qüsur yox idi. Sadəcə olaraq yüngül qırışlar, batıqlar ki var idi. Mən onları işləmişəm, hər iki tərəfdə var idi. Belə maşın, obşe bağlamışam maşını və quruntlayandan sonra yəqin ki belə deyək, ətraflı olaraq quruntu sürtəndən sonra mən bunu sizə çəkib göstərəcəm. Dəyərli izləyicilər, mən quruntu vurmuşam, yəni dünənləri vurmuşam quruntu. Göstərdiyim kimi sizə, yəni bunları sadəcə olaraq vurmuşam ki, quruntun tozu içəri getməsin. Kapot və detallar, yəqin ki detallar düppədüz olub mənim zənnimcə, çünki rəndələmişəm, qurunt vurmuşam. Damda elə bir qüsur yox idi. Bəzi yerlərdə birincisi açılan yerlər ki var idi, mən onları quruntlamışam. Və bu hissədə də əyrilik var idi, onları da düzəltmişəm. Bu kırılı düzəlib və qapıların obşe qapıları rəndələmişəm. İndi belə deyək, quruntdan sonra yenə də rəndələyəcəm. Nə əyriliklər var, hamısı çıxacaq. Belə dəyərli izləyicilər, bamperlər də hazırdır, hər ikisi hazırdır bamperlərin. Burada da mən sizə göstərmişdim.
Bu kant 2 var idi burada. Bu kant əks tərəfdə var. Görürsünüzsə. Amma bu tərəfdə yox idi. Bu tərəfi də mən düzəltmişəm. Zavoskoy vidinə gəlib. Əlbəttə ki, mən bagajı çıxardacam. Yerdə içini kraskalayıb təzədən qoyacam. Ya yerdə kraskalayacam, ya da ki, üstündə kraskalayacam. Və burada da mən sizə göstərirəm. Bu hissələr уже hazırdır. Əks tərəfdə necədirsə, bu da eləncinadır. İnşallah ki, bu günləri başlayacağam rəndələməyə və belə deyək, kraskadan sonra mən bunu sizə çəkib ətraflı olaraq göstərəcəm. Dəyərli izləyicilər, mən hazırlamışam maşını, gördüyünüz kimi qruntlamışam və belə deyək, bu hissələri də yəni mən kraskalayacağam, vannasını da kraskalayacağım və burada belə qərara gəldim ki, mən burada boltları təzələmişəm üçündə, hər tərəfdə yəni boltları təzələmişəm. Bu hissəni kraskalayacağam və kapotu asıb kraskalayacağım. Bu hissələrdə elə bir qlobal bir şey yoxdur. Sadəcə olaraq kraskalamaq qalıb, silib kraskalamaq qalıb. Bu ferdi və qabaq bakın krışkasıdır. Bu hissədə də gördüyünüz kimi mən hazırlamışam. Buranı da kraskalayacağam. Və kapot asılı vəziyyətdə, bamper nömrənin üstü və burada kantlardır. Çünki ruçkaları mən kraskalamayacağam, ruçkalar qara struktur olacaq ona görə. Belə dəyərli izləyicilər, inşallah bunu tam qutarandan sonra ətraflı olaraq bir də sizə çəkib göstərəcəm. Dəyərli izləyicilər, mən maşını kraskalamışam. Belə deyək, yəni akril boyadan istifadə eləmişəm və axırda da yəni akril boyanın öz sırf belə deyək, lakını istifadə eləmişəm. Çox belə düzlüklər, yəni tam səliqəli çıxıb, çünki heç bir əyrilik zad yoxdur. Müəyyən yerlərdə, məsələn, bəzi yerlərdə, bir-iki dənə yerdə, yəni xırda tozlar və bir-iki dənə də axıntılar var. Və mən indi bunları sizə göstərəcəm. Düzdür, yəni o hissələri polirovka edəcəm. Maşını hələ ki bir müddət polirovka etməyəcəm. Sadəcə olaraq mən bunları sizə göstərmək istəyirəm. Deməli, başlayaq damdan. Damda elə bir ciddi bir qüsur yoxdur. Sadəcə olaraq bir-iki yerdə belə, 2-3 yerdədir toz. Çünki damın salamat idi. Damda elə bir qüsur yox idi. Və bu da bizim detallarımız. Əgərsə görürsünüzsə, detallar tam ideal bir vəziyyətdədir. Detallarda heç bir qırış falan heç nə yoxdur. Hamısı səliqəlidir. Görürsünüzsə. Bu kırmada bir-iki yerdə tozlar ki var, onları götürəcəm. Bagaj yəni normal vəziyyətdədir. Bagajda heç bir qüsur yoxdur. Və dəyərli izləyicilər, buranı mən sizə göstərmişdim ki, burada işləmişdim buranı. Dəmirçimiz sağ olsun Əziz usta bu hissəni tam düzəldib qaydasına gətirdi. Buradan təşəkkürümü bildirirəm Əziz ustaya. Əziyyətini halal eləsin. Amma əks tərəfdə görürsünüz, əks tərəfdə eyni ilə o tərəf kimidir. Yəni bu kant və bu iki dənə kantlar yəni gedir. Əks tərəfdə də elədir. Bu kant və iki dənə kantlar gedir, dəyərli izləyicilər. Buraların germetikası zaten hamısı vuruldu. Səliqəli bir şəkildə. Əks tərəf zavaskoydu. Və buradan bilmirəm nə dərəcədə göstərə bilirəm. Belə bir şəkildə də dəyərli izləyicilər. Hamısı qaydasındadır. Kapotda
Görürsünüzsə, yüngül axıntı var. Bunu da mən təmizləyəcəm. Amma belə kapot vizual olaraq hamısı ideal bir vəziyyətdədir. Kapotda bir qüsur yoxdur. Mən altını da kraskalamışam. Çünki əks tərəfdə necə idisə bu tərəfdə də elədir. Bu hissələr isə hamısı bağlanacaq. İdeal bir şəklə gələcək. Qabaq da bamper normadadır. Hamısı qaydasındadır. Və arxa bamper dəyərli izləyicilər. Arxa bamperdə gördüyünüz kimi hamısı qaydasındadır. Bu da bizim krişkamız. Bu da bizim krişkamız. Dəyərli izləyicilər, inşallah maşın tam yığılandan sonra ətraflı olaraq mən bunu sizə çəkib göstərəcəm. Dəyərli izləyicilər, gördüyünüz kimi maşın mən maşını yığmışam, hazırdır maşın. Belə deyək, düzdür, biraz əziyyət verdi mənə, amma nə qədər də olmasa tam ərsəyə gəldi maşın. Yəni bütöv şəkildə, yəni üzdən rənglənmə sayıldı bu, damdan bir yerdə və belə deyək, əlavə burada mən diski pakışqa qoymuşam. Faralar təmizləndi, dumanlar qoyuldu və müəyyən şeylər ki var, onların hamısını mən düzəliş eləmişəm. Ətraflı olaraq indi göstərəcəm sizə. Deməli, maşın qabaq abritsovka nikelləri qaraldı, znaklar da qaraldı. Dumanlar gördüyünüz kimi. Dumanlar təzə qoyulub, faralar təmizləndi. Bu hissələri mən hamısını strukturla əvəz eləmişəm. Hamısını, qapıların qıraqlarını, şüşənin qıraqlarını və qapının qamışlarını. Həmçinin də ruçkaları xırda strukturla əvəz eləmişəm. Yəni, ələ dəyməyən dərəcədədir. Arxada isə, dəyərli izləyicilər, arxa stoplar özünkidir. Sadəcə olaraq təmizləmişəm və burada arxa znakı mən qaraltmışam. Bir də əlavə olaraq qurşsel başlığı qoymuşam. Belə bir şəkildədir. Maşında qırış, batıq, matıq, yəni elə şey qalmayıb. Hamısı qaydasındadır, səliqəli bir şəkildə çıxıb, dəyərli izləyicilər. Və təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın, dəyərli izləyicilər.